Good morning. Hal-hazırda biz Hanoydayıq. Otelimizə gəlmişik. Gecə saat 5-də yatmışıq. Saat 12-də tur götürmüşük və belə hazırlaşdıq. İndi isə avtobusumuzu gözləyirik, gəlsin bizi götürsün. Burada da Sapa üçün tur danışırıq. Sapa da buranın dağlıq bir ərazisidir. İnşallah ki, sabah da var gedəcək. Vloglardan zaten görəcəksiniz. You can compare different temple and pagoda. What is different? Yeah, look, the colorful. Deyir, temple'dan pagodanın fərqi nədir? Bu su quyusunu görürsünüz. Deməli, hər belə village'in özünün belə su quyusu olurmuş əvvəllər. Hamı gəlib suyu buradan götürürmüş, amma indi hər yerdə su olduğuna görə artıq bu su quyuları istifadə olunmur. Keçən il gəldiyimiz yerə oxşuyur bura. Keçən ilki vlogda görə bilərsiniz əslində. Eyni yerdir. Keçən ilki vlogu da burada çəkmişdim. Buralarını da məncə keçid eləyib keçən ilki vlogdan izləyə bilərsiniz. Yenə çay verdilər. Keçən il buradan çay almışdım. İndi xaladan yenə istəyəcəm. Deyəcəm mənə çay versin. Nəsə istedi, onu orada yandırır, düzləşdirir, ütülüyür sanki. Bu dəfə biraz özlərini inkişaf elətdiriblər. Baxın, fərqli növlərini düzəldiblər. Belə, hətta yarpaqdan belə var. Baxın, yarpaqdır bu. Buna baxın. Neynəsən də bu balansda qalırmış. Burada isə belə rəngliyirlər. Hamı rəngliyir. Bu da sənət əsərim. Baxın, burada belə bir şeylər də var. Sərinləmək üçün. Bamboo, they cut from the forest. Küçünün hazırlanma çubuğu bambudan hazırlanır. Buradan da saman isi gəlir. Böyle kəsirlər, düzəldirlər. Və gəldik, çatdıq. Əslində sizə göstərmişdim digər vloglarda. Amma bu dəfə də belə göstərim. Bu dəfə burada çəkəcəm videomu, şəklimi. Baxın, keçən ilki vlogumla müqayisə eləyin. Sizcə dəyişiklik var, yoxsa yox? Axşam yeməyimiz gəldi. Bu da mənzərəmiz. Buradakı kokonatın dadı da bir başqadır. Məsələn, çox xoşuma gəldi. Qatarın gəlməyinə hazırlıq. Buradakı uşaqlar belə şeylər qoydular ora ki, qatar üstündən keçsin, qəti olsun. Qatar gələcək. Yemək yedik. İkinci kokonatımı da içirəm. Meyvə dedik ki, ikinci qatar gəlsin. Qatar gedən kimi hamı belə düşür qatarın yoluna. Ayaqqabı təmizləyirlər. Bunlar da burada ayını çəkməyə çalışır. Orada nəsə satırlar. Qatar gəldi. Əsirəm qorxudan, əlim ayağım. Mənim ikinci qatarımdır. İnşallah üçüncü olmaz. Vietnamın paytaxtı, şəhərin mərkəzi buralar sayılır. Buna baxın. Bu şəhər mərkəzidir. Baxın, nə qəşəng bəzəyiblər buraları. Ümumiyyətlə küçələr bu şəkildədir. Gördüyünüz kimi hamı rahat-rahat oturub yemək zad yeyə bilir. Bu da mərkəz. Gecə küçənin ortasında papaya doğratdırırıq. Allah axırımızı xeyir eləsin. Yeməyə heç nə tapa bilmədik. Bura gələndə hər gün masaj eləmək istəyirəm. İndi də gəlmişik masaja. Səsim düzəlmir. Səsim hələ də batıb. Good morning. Bugün Hanoyda bizim son günümüzdür. This is Mega Ground World'da. Bura İtalya'ya oxşuyur dedilər.
Çox qəşəng rəngli belə binalar var. Və mən bugün günə çox pis başladım. Səhər durdum, çamadan yığdım. Çünki biz Sapaya gedəcəkdik. Çamadan yığanda gördüm ki, mənim kameram yoxdur. Və pis oldum. Deyəsən, Hoşimin City'də qalıb mənim kameram. Nəysə, otellə əlaqə saxladıq. İnşallah ki, geri dönüş olar. Amma təbii ki, pis olmuram. Hər işdə bir xeyir var deyirəm və gəzintimiz davam edir. Baxın, belə bir yerdir. Birazdan yəqin biz də bunlarla üzərik. İndi isə Mega Grand World-u gəzirik. Çəkiliş eləməyə gəliblər. Nə gözəl görünür. Buna baxın, burada Squid'in heykəlləri var. Qəşəngdir. Bu mahnı çox xoşuma gəldi. Deyəsən, ya marşdır, ya himdir, nədirsə çox xoşuma gəldi. Qiymətlərə baxın. Bir dəfə getmək harsa bizim pulundan 12 manat falan eləyir. İki tərəfli getmək də 24 manat falan eləyəcək. Qiymət münasib idi, amma millət var idi. Ona görə də yəni eyni şeyi Dohada elədiyimiz üçün burada eləyə bilmirik. Çünki qız dedi ki, minimum 200 saat gözləməli olacaqsınız və ancaq bir gedişlik bilet ala bilərsiniz. Yəni gedib geri dönə bilməyəcəyik. Ona görə də axşam da saat 10'da avtobusumuz olduğuna görə minə bilmədik. Amma mindiyim bir şey idi. Yəni əgər minməsəydim 2 saat gözləyib minərdim. Aman Allahım, onu çıxardıb bizə dondurma verəcək indi. Yəni 50-60 qəpiyə falan belə. Qurtlu böcəkli dondurma yeyirik. Tatlıdır. Bayramları necə gözəl keçirdirlər. Çox qəşəng. Hoşuma gəldi. Gəlmişik mola. Axı ki, bu minnoşu gördük. İçi belədir. Neçəyə? 12.000 dollar. Sən demə, buradan belə açılırmış, olur 4 nəfərlik. Amma kim yerləşəcək bilmirəm. Belə eləyirəm, maşın yenilənir. Çox sevimli amma. Özümə brokolili krem aldım, yoxlayacağım. Bu arada kosmetikasını almaq istəyirdim, almadım. Çünki pomadaları demək olar eyni tondadır. Kosmetikaları da, tonalləri də ağappaqdır. Ona görə üz kremi aldım bir dənə. Belə maraqlı şeylər satırlar. Bunu almaq istəyirəm. Baxım ona. Aygün də bunu alır. Təzəsini taparıq. Bilməm, kameramı itirdiyimi sizə demişəm yoxsa yox. Kameramı necə itirdim? Bugünün mövzusu budur. Deməli, biz Pink Church'da şəkil çəkəndən sonra bizim çamadanlarımız lobidə idi. Biz geri qayıtdıq. Mən çamadanı açdım və kameranı ora qoydum. Amma bağlayanda səhv eləmirəmsə düşüb qalıb lobidə. Və biz bura gələndə çamadanı açanda gördüm ki, kamera yoxdur. Amma 100% biz Pink Church'dan qaydanda mən kameranı qabına qoydum. Çünki kamera da yoxdur, qabı da yoxdur. Oradakı qızdan xahiş elədik. O da Hoşimin City'dəki otelə zəng elədi. Çünki bunlar ingilis dilini çox da yaxşı bilmirlər. Ona görə mən də məcbur tərcümə elədim Vietnam dilinə. Mesaj yazdım, göndərdim. Ekstra pul təklif elədim ki, kameranı tapsalar, bura göndərsinlər. Avtobusumuz gəldi. Baxın, 5 ulduzlu kabin avtobusu. Yataqlı avtobus beləymiş. Əşyalarımızı qoyduq bura. Hamı yatır. Biz də yatacaq belə. Burada da yeməklərim var. Bir dənə su qoymuşdular. Yeməklərimi mən özüm qoydum bura. Gəldik, çatdıq Sapadakı otelimizə. Çox qəşəng oteldir, amma təəssüf ki, bizim burada cəmi bir günümüz var.
Əslində bura gəlmək fikrimiz yox idi. Təsadüfən Hanoydakı oteldə baxdıq nə turlar var falan. Gördük ki, Sapaya tur var. Fikirləşdik ki, gələk buranı da görək, bu qədər yol gəlmişik. Və sabah isə, daha doğrusu bugün isə biz təkrar qayıdacağıq eyni gəldiyimiz avtobusla Hanoya, oradan da keçəcəyik Kambodjaya. Otelimizin kahvaltısı. Bugünə qədər gəldiyim Vietnamdakı ən yaxşı kahvaltıdır deyəcəkdim ki, bunları gördüm. Bunlar neynirlər burada nəysə. Burada da yeməklər var, heç olmasa üstünü örtüm, heç nə qonmasın. İldə səhər-səhər bunları yeyirlər. Deməli dostlar, bu mənim kombinim. İndi gedirik Moana heykəlinə. Qəşəng çəkiliş eləməyə, gəzməyə. Bizim otelimizdən Moana'ya 5 dəqiqəlikdir. Düşdük, piyada gedirik. Gəldik, məşhur Moana. Burada o qədər şəkil çəkməyə yerlər var ki. Gedirik oradakı ələ. Burada Balidəki Cənnət Qapısı Temple'unun eynisini düzəldiblər. Hamı burada çəkilir. Ipila ko kayo dito. Burada da o məşhur əl. Dostlar, hal-hazırda bu məşhur əlin üstünə videolara, şəkillərə keçid edin Instagramdan baxın. Azərbaycanlı qızlar tapdıq burada. Birazdan onlara qoşulacağıq. Kadrlara indi baxıram. Bura giriş üçün adam başı təxmini 7-8 manat pul verdik. Hər tərəfdə belə dekorlar var. Qəşəng çəkiliş eləmək üçün. Burada çəkiliş eləmək üçün nə yollardan keçirik. Görün istədim. Yıxılsam da heç olmasa əlimdə video olsun istədim. Və yağış yağır. Yer sürüşür. Ay günü qoymuşam sıraya. Özüm gedirəm. Buralarda video çəkməyə. Görün başqa nə kəşf eləyirəm. Orada güzgü var. Bu güzgünü deyirdim. Buna baxın. Balidə swing var belə rice tarlaları. Ona oxşuyur. Çakma. Hindlilər də hamısı tökülüşüb bura. Yəqin ucuzdur deyə. Nəysə, qısa, ucuz, rahat Bali səyahət istəyirsinizsə Sapaya gələ bilərsiniz. Orada da göstərmişdim. Balidə olan temple burada da var. Ehtiyatla. Özümü Survivor'da hiss edirəm. Survivor'da yəqin ki 2 saata keçər. Yəni orada da qalarsın. Ayağın girər içinə. Kəndirbazlar amma necə yeriyir? O kəndirbazdır. Thôi. Tôi được coi chặt sáng gì cả. Bizim alnımıza sürünmək yazılmış. Bizi kandırdılar. İçi tam bomboşdu. Taxtadan bir şey düzəldib qoyublar. Şirinlər. Bunu alttan yukarı çəkmək. Sevgilim olsaydı, daha doğrusu yanımda olsaydı, belə eləyəcəkdim. Burada da cüslüklər üçün belə 2 dənə quş var. Onlar da bayaqdan çəkirlər. Burada Moana Sapa yazısı. Əl, ümumi bu şəkildədir. Bitirdik. Sapanı da bitirdik. Yağış yağır. Neynəmək olar? Hər ölkənin öz qaydalarına uymaq lazımdır. Yağış yağırsa klok geyinmək lazımdır. Mən hazır. Yavaş-yavaş yeriyə gedirik. Mərkəzə doğru. Hamı belə klok geyinir. Mənə də görün istədim. Üstünü belə biraz bilçəyə falan oxşuyuram, amma olsun. Biraz da yuxarı qalxsaq mərkəzə çatmış olacaq. Bu plaza nədirsə çox məşhurdur. Hamı bunun qabağında durub şəkil çəkdirir. Burada keçmişdən qalan yolka. Burada nəsə bir
yer var, teatr kimidir sanki. Yemeğimiz geldi. Birinci sup istemiştik. Normal yemeği gətirdilər. Deyirik ki, biz birinci sup içmək istəyirdik. Deyəsən, bunlarda belə bir adət yoxdur. Supu axırda içirlər, ya nədir? Axır ki, supu gətirdilər. Çox qəşəng dadı var imiş. Sevdim. Mən keçən il Vietnama gələndə özümə söz vermişdim ki, Vietnam bir daha gəlməyəcəyim ölkələr sırasındadır. Amma gəldim. Daha qəşəng yerlərini gördüm ama en azından. Düzdür, kameramı itirdim bir kameraya. Başa geldi mənə 2500 manatçıq kamera. Olsun, heç nə olmaz. Canımız sağ olsun. Üstündən soyuqsun. Tam plazanın içine girdik. Amma içində heç yoxdur. Bir dənə funikulyora gedən yol var. Yazılıb shopping mall var, amma 2-3 dənə mağaza var. Qalanı belə bağlıdır. Geri qaydırıb otelimizə doğru və belə qərara gəldik ki, elə düz qərar vermişik. Sapa üçün bir gün belə çoxdur. Biz artıq gəzdik. Bütün Sapanın hər yerini gəzdik. Fansipan'a getdik, şəhər mərkəzinə getdik. Ən məşhur yeri Moana'ya getdik. Moana'da zaten çəkiliş elədik, gəzdik, çay içdik falan. Bir saata oranı gəzib qurtardıq. Əgər yəni gəlib burada boşuna vaxt keçirmək istəmirsinizsə, siz də bir günlük bizim kimi avtobus götürüb gəlib geri qayıda bilərsiniz. Bu arada avtobusu gediş dönüş 60 manata almışdıq. Tək gedişdə yəqin ki 30 manat falan olar. Gəldik çay içməyə. Bunların məşhur şirniyyatı, mənzərə. Burada baseynlə girirlər. Baxın, üstü baseynlə. Vietnamlıların bayramı. Sapada buranın tətil bölgəsi olduğuna görə hamı gəlib Sapaya tətilə. Gəldik, avtobusu qaçırtdıq. Əslində qaçırtmadıq. Bizə dedikləri ünvana yox, başqa yerə gəliblər, oradakı adamları aparıblar. Bir dənə biz ikimiz qalmışıq. Yəni dünən bizi hara düşürtmüşdülərsə, əslində bizi oradan götürəcəkdilər. Səndə ünvan dəyişib və bunu bizə deməyiblər normal olaraq, həmişəki kimi. Ağılları ora qədər işləməyib ki, ünvan dəyişibsə demək lazımdır. Biz də yazmışıq ki, biz sizi gözləyirik. Onlar da yazırlar ki, gözləyin, gözləyin gəlirik, gözləyin, gözləyin gəlirik. Axırda da gəlmədilər. Və biz məcbur təzə bilet aldıq 1 saat sonraya. Onu da məcbur aldıq çünki sabah bizim uçuşumuz var Kambodjaya. Yəni mütləq gedib çatmalıydıq. An etibarıyla loxlandıq. Bir kabini double adı ilə ikimizə satdılar. Səhər saat 8-də gəldik, çatdıq Hanoya, otelimizə və bu gözəl mənzərəni sizə göstərmək istəyirəm. Səhər saat 8-də biz də yürüyüşə çıxmışıq. Bu Huan Kiem Lake'in ətrafında. Səhər tezdən heç bir qüvvə məni belə geyindirib burada bu hərəkətləri eləməyə məcbur eləyə bilməz. Burada eləyirlər, bunlar da onu eləyir. Gəldik, o TikTok'da gördüyümüz yeri tapdıq. TikTok'da yazılmışdı ki, bir seansa beliniz 2-3 santimə qədər incəlir. Burada hər şeydə birinci ayaqqabıları çıxartdırırlar, sonra ayaqları yuyurlar. Ondan sonra prosedura keçirik. Sonra çay ikram elədilər. Adımızı, soyadımızı, nömrəmizi və doğum tariximizi soruşdular. Ümid edirəm ki, bu başdaşımıza falan yazmaq olmaz. 85 dəqiqə olan bir masajdır bu. 85 dəqiqə beli masaj eləsək, təbii ki də 3 santim incələr. Prosedurlar belə bir otaqda olur. Belə biraz istilik, qıdıqlanma falan belə bir şeylər hiss edirəm. Belə bir gel sürtürlər. Səhər saat 11-dir. Masajdan çıxdıq. Yarpaqlar tökülür, nə qəşəng. Hamı da tökülüşüb çöllərə. Və nəhayət bu başı bəlalı Vietnamdan qurtuluruq. Başımıza gəlməyən qalmadı, zaten vlogu izlədiniz. Burada da çamadanımız 5 kilo artıq gəldi. Bir tər özümüzü şeylədik ki, vot şeylədik. Dedilər içindən çıxartmalısınız ki, ya başa düşmədik falan. Bir də keçid edin, keçən ilki Vietnam vlogunu da izləyin. Gedirik Kambodjaya. Bye bye.